Allah Taala'nın kitabından daha çox maraqlanmalıdır mömin. Mömin Allah Taala'nın kitabını unutmamalıdır. Yəni Quran heç olmasa gün ərzində mütləq mushafa baxmalıdır, mushafa. Yəni əzbərdən deyil, mushafdan oxumalıdır. Yəni bunun təsiri böyükdür insanın həyatında. Yəni insan mütləq, yəni görürsən çox təəssüflər olsun, bəzilərimiz həftələrlə Quran açmırıq. Həftələrlə 10 gün, aylarla kitab oxumur. Yəni Musa Allahın kitabını oxumur və sonra da zəiflikdən şikayət edir ki, iman zəiflədir. Allahın kitabını oxumayan insanın imanı zəif olacaq. Allahın kitabını oxuyan insanın imanı güclü olacaq. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem deyirdi ki, İqra'ul Qur'an, Quranı oxuyun və innəhu yəti yevməl qiyamə şəfiən li ashabihi. Çünki Quran qiyamət günü sahibi üçün şəfaət olaraq gələcək. Yəni kim ki onu oxuyub, Quran qiyamət günü onlar üçün şəfaətçi olaraq gələcək. Və misal üçün Peyğəmbər sallallahu aleyhi ve sellem başqa hədisdə deyir ki, və məctəmə'a qavmun fi beytin min buyutillah. Elə bir qövm yoxdur ki, Allah Taala'nın evində, məscidlərdə otursun. Yatluna kitaballah. Allah Taala'nın kitabını oxusun və yetədarasunehu beynəhum və özləri arasında onu öyrətsinlər. İllə nəzələt aleyhimus səkinə. Onları sükunət nazil olar vəğaşiyyəthumur rəhmə və onları rəhmət bürüyər və həffəthumul mələikə və mələklər onları əhatəyə alar və zəkərəhumullahu fīmən indəhu və Allah Teala o insanları öz yanındakiların yanında zikr edər. Allah Teala o insanları öz yanında olanlarının yanında zikr edər. Və başqa hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, mən qara hərfən min kitabillahi fələhu bihi həsənə. Kim Allah Teala'nın kitabından bir hərf oxuyarsa, onun üçün savab vardır. Yəni bir hərfdə 10 savab var, qardaşlar. Bir hərfdə 10 savab var. Və başqa hədisdə buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem İnnəllâhe yərfə'u bihədəl kitəbi əqvâmən və yədə'u bihi əxərin. Allah Teala bu kitabla bəzi insanları qaldırır və bəzi insanları alçaldır. Yəni kim ki oxuyur, əməl edir, Allah Teala onları ucaldır. Kim ki oxuyub əməl eləmir, Allah Teala onları alçaldır. Və məqsəd də, necə qeyd etmişəm dərslərdə, boş quru oxumaq deyil, qardaşlar. Yəni bəzilərimiz görürsən, açır, fəhimsiz, tədəbbür etmədən oxuyur. Yəni bu məqsəd deyil. Yəni Quranın oxumaqdan məqsəd, ümumiyyətlə, yəni Quranın gəlişindən məqsəd tədəbbürdür. Allah Teala buyurur ki, Kitabun ənzəlnəhu ileykə mübarək. Bu sənə nazil etdiyimiz kitab mübarəkdir. Liyəddəbbəru əyətihi. Onu nazil etdiyi ki, ayətlərini tədəbbür edəsən. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem deyirdi ki, vaylun limən qara'əhə və ləm yetəfəqqar bihə. Vay olsun o insana ki, Quranı oxuyur, onu təfəkkür eləmir. Vay olsun o insana ki, Quranı oxuyur, lakin tədəbbür eləmir. Ona görə sələflər deyirdilər ki, rəqətəni fi təfəqqurin xeyru min qiyami leylətin bilə qalb. 2 rükət mənim üçün tədəbbür edərək oxuduğum Quran, namaz qılmaq xeyirlidir. Yəni, bütün gecəni təfəkkürsüz namaz qılmaqdan. Yəni, məqsəd başa düşməkdir. Məqsəd başa düşməkdir. Surətli oxuyub qutarmaq deyil, qardaşlar. Surətli oxuyub qutarmaq deyil. İxlasla.com saytı tərəfindən təqdim olundu.